Yolun orta hissəsi çökəkdir, su orta ilə axır, yağış yağanda, sel gələndə, qar olanda əridikcə orta ilə gedir. İnsanlar da qıraqla gəzirlər. Dağ kəndlərimizin yollarındakı köhnə, qədim dağ kəndlərində belə xarakterik xüsusiyyətdir bu. Lahıcda da bu cürdür, Baskalda da yanılmıramsa belədir, başqa yerlərdə də görmüşəm. İndi Şəkidə Kiş kəndindəyik. Şəkidə bu daş örtüyə fərş deyirlər. Fərş yol çəkəndə deyirlər ki, Kişli ustalar bunun ən yaxşısını bilirlər. Biz də Kiş kəndinə gəlmişkən dedik ki, bunun bir dənə videosunu çəkək. Dağ kəndlərində bunu seçirlər dedik, çünki Şəkinin mərkəzində Karvansarayın qabağında belə bir fərş yol var idi. Üstünə asfalt çəkmişdilər. Yağış yağıb sel gələndə asfaltla daşın arasına girib kağız kimi bürüşdürüb atmışdı. Ya bunun üstündən daha səliqəyə salmaqdan ötürü asfalt çəksən, nə inəsən də o dayanmır. Üz aşağıdır yolların hamısı. Dağ yeridir, yağış güclü olur, mərkəzdə yollara yığılır, su aparır gedir. Ancaq bu daş dözümlü ola bilir burada. Bir müddət əvvəl də bir dənə videoda nədənsə söz düşmüşdü. Mən bu fərşi demişdim ki, nə olduğunu bilmirəm. Kommentlərdə yazmışdılar. Bəzi insanlar yazmışdı farsça, bəziləri yazmışdı ərəbcə. Örtük deməkdir. Xalça, yer örtüyü, döşəmə kimi fərş sözü oradan gəlib hər halda. Şəkidən başqa yerdə bu daş örtüyünə fərş deyildiyini də eşitməmişəm. Kişə gələndə kəndin mərkəzində düşün, avtobusun dayandığı yerdə, sonra yol burulur, belə bir fəş yol qalxır. Maksimum 10 dəqiqəyə məbədə çatasınız. Biraz dikdir, amma buranı gəzə-gəzə getməyi tövsiyə edirik.